Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Bugün yenə də həftəlik proqnozlarla qarşınızdayıq. 4-10 aprel aralığında nələr gözlənilir, onu sizə çatdıracaq. Müharibə ilə bağlı daha çox insanları suallar düşündürür. Mən öz kanalımızda çıxışda da dedim ki, aprelin 12-sinə qədər dayanmaq üçün şans var. Əgər alınmasa iyunun ikinci yarısına qalacaq. Biz də ümid eləyək ki, bu ayın 12-sinə qədər bu həftəyə düşür. Bu arada bu müharibələr dayansın, savaşlar dayansın, xüsusən də İranla bağlı bizi çox narahat edən detallar var. Amma həftənin özünün axarı çox aktivdir. Yəni boş dayanmaq olmaz, yalnız aktivlik, başlanmış işləri sürətli şəkildə davam elətdirmək, müəyyən müalicələrə başlamaq olar, xüsusən də daxili orqanlarla bağlı müalicə, əməliyyat, üstəlik estetik əməliyyatlar da bu sıraya aiddir, eləmək olar. İndi keçək ayrı-ayrı zodiak işarələrin proqnozlarına görə bu həftə, bu ilıq həftədə, yaz həftəsində bizləri nələr gözləyir? Qoç bürcü. Bürcünüzün, yəni hakimiyyətdə sizdəyə, bürcünüzün aktivlik dövrünə təsadüf edən bu həftə ərzində əsas diqqəti əsəblərinizin qorunmasına yönəltməlisiniz. Çünki ünsiyyətdə olduğunuz adamlardan bir çoxu zəhmətinizin dəyərini aşağı salmağa çalışır, yaxud da çalışacaq. Təmkinli olmağı bacarsanız, aprelin 6-sından etibarən vəziyyət xeyrinizə dəyişəcək. Buğa bürcü. Tərabətli aprelin bu enerjili ərəfəsində ciddi sınaqlarla baş-başa qalacaqsınız. Yaxşı olar ki, dostlarınızı imtihana çəkəsiniz. Çünki indi onların əksəriyyəti sizdən sui-istifadə edir. Aldanmamaq üçün bunu etməlisiniz. Əsəblərinizi qorumaq istəyirsinizsə, təbiət qoynunda gəzinməyə, səfərə çıxmağa da dəyər. Əkizlər bürcü. Aprelin 6-sına qədər bütün ciddi işlərinizi təxirə salın. Çünki nəzərdə tutduğunuz planların reallaşma ehtimalı həmin vaxt nəinki yoxdur, ha belə bu istiqamətdə maneələriniz arta bilər. Sonraki günlərdə isə, 6-sından sonraki günlərdə isə yeni əlaqələr və maddi dirçəliş sizi məmnun edəcək. Səfərə çıxdığınız təqdirdə daha çox ehtiyat eləyin, hündür yerə çıxmaq və təhlükəli yerlərdən keçid eləmək olmasın. Xərçəng bürcü. Hiss olunur ki, ötən ayın verdiyi gərginlikdən çox əndişəlisiniz. Amma indi, aprelin bu ərəfəsində bunun davam edəcəyini düşünməyin. Çünki həftənin elə ilk günündən talih üzünüzə güləcək desək yanılmarıq. Yeni əlaqələr, iş təklifləri, büdcədə qismən də olsa artım sizi sevindirəcək. Şir bürcü. Maraqlı səfərlər yolunuzu gözləyir. Ümumiyyətlə, indi sizə insanlarla çox əlaqəli ünsiyyət qurmaq çox vacibdir. Ən az ona görə ki, tənhalıq, özünə qapılmaq daxilinizdə irticaçı fikirlər formalaşdıra bilər. Əliniz hər yerdən üzülsə belə, nicatı sevgidə axtarın. Dedikoduya, məhəlli qeybətlərə əhəmiyyət verməyin. Qız bürcü. Özünüzü xəstəlikdən qorusanız, ixtiyarınızda olan həftə ərzində başqa heç bir problemlə rastlaşmayacaqsınız. Ulduzlar bəyan edir ki, aprelin bu ərəfəsi qarşınızda böyük perspektivlər açacaq. Ən azı ötən 2 ayda dondurulan əksər planlarınız reallaşacaq. Təbii ki, bu istiqamətdə aktivliyinizi də artırmalısınız. Tərəzi bürcü. Göy qübbəsinə inansaq, bu həftə maddi problemləriniz düzəlməlidir. Amma gərək boş-boş şeylərə də xərc çəkməyəsiniz. Əks təqdirdə müflisləşə bilərsiniz. Aprelin 6-sında gözləmədiyiniz istiqamətdən perspektivli təkliflər alacağınız da gözlənilir. Buna bərbaşdan hazır olun. Daşınmaz əmlak alqı-satqısında iştirakı təxirə salsanız, bu həftəlik təxirə salsanız yaxşı olar. Əqrəb bürcü. Astroloji göstəricilər istirahət günlərini səfərdə keçirməyinizin uğurluluğundan xəbər verir, yəni ayın 9-u və 10-u. Həmin ərəfədə darıxdığınız adamlarla görüşməyiniz sizə böyük enerji verəcək. Həftənin əvvəlki günlərində isə fəaliyyət müstəvisində böyük uğurlara yetişəcəksiniz. Aldığınız təkliflərdən imtina etməyin, çünki gerçək təkliflər olacaq. Oxatan bürcü. Aprelin 6-sından etibarən şəxsi həyatınızda böyük dönüş yaranacaq. Bu, həm fəaliyyət zəminində, həm də qarşılıqlı münasibətlərdə özün büruzə verəcək. Bu arada aldığınız hər bir təklifə ciddi yanaşın. Ola bilər ki, bunun da həyatınızda önəmli rolu olsun. Oğlaq bürcü. Yaxşı olar ki, hər şeydən əvvəl Tanrıya üst tutasınız. Son zamanlar bunu etmədiyiniz üçün, təbii ki, hamıya aid deyil, etməyənlər üçün işlər heç də yaxşı getmir.
Əgər o zərdüştlərin bir sözü var, həmişə deyirəm, xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl prinsipinə sadiq qalsanız, aprelin 7-sindən etibarən zaman tam mənası ilə xeyrinizə işləyəcək. Yeni iş təkliflərinə də başdan sovdu yanaşmayın, ciddi yanaşın. Su tökən bürcü. Aprelin 8-də və 10-da sağlıq durumunuza diqqət yetirsəniz, həftənin qalan günlərini rahat şəkildə başa vuracaqsınız. Üstəlik, yeni iş təklifləri, pozulmuş münasibətlərin bərpası ovqatınızı xoş edəcək. Ulduzlar məsləhət görür ki, qarşı tərəfə güzəştə gedəsiniz. Balıqlar bürcü. Aprelin 8-nə qədər kosmik mənzərə ovqatınızın əleyhinə işlədiyi üçün bütün şübhəli və həll olunmamış məsələlərdə daha çox neytral mövqe nümayiş etdirməlisiniz. Əsəblərinizi qorumaq isə başlıca öhdəliyiniz olmalıdır. Sonraki günlərdə isə qarşınızda duran vəzifələrin icrasına başlamalısınız. Yaxşı olar ki, ayın 7-sində də mübarək yerlərə gedəsiniz, yəni ruhunuzun saflaşması, paklaşması üçün bunun əhəmiyyəti böyük ola bilər. Belə, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.